أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على نبينا محمد وعلى آله وأصحابه أجمعين أما بعد السلام عليكم ورحمة الله وبركاته. Değerli Müslümanlar, Allah'ın rahmeti, bereketi, mağfireti olsun bütün sizlerin üzerinize. Ne güzel Rabbim yeniden sizinle sohbet etme şerefini bana kısmet etti. Çünkü her bir başlangıcın bir sonu vardır. Yalnız Allah'tır ki onun ne evveli ne sonu vardır. Her bir işin evveli ve sonu vardır. İnsan bir gün yaranır ve bir gün ölür. Bir işe bir gün başlayır, bir gün o iş tamamlanır. Her bir işin sonu vardır. Ona göre de her şeyin sonu vardır diye bu da bir başlangıçtır ki biz sizinle sohbet edirik. Her bir başlangıcın sonu var. Ne güzel sonluqdur ki o işin üzerinde sabit olarak, doğru olarak yaşayıp ve ölüm ile onu sonlandırasan. Çünkü en güzel ölüm sonluğudur ki, çünkü artık ölüm sonluğu kaçınılmazdır. O Allah'ın emridir, herkesi de gözləyir. Ona göre de yeniden bizi birbirimize qovuşturup, birbirimizi dinleyip, suallaşıp cevaplaşma şansını veren Allah'a həmd olsun. Güzel insanlar, seyahat dinimize göre icazəlidir. Yani bir Müslümanın sefer etmesinde ne faydası olabilir? Onun hakkında hele zaten mevzumuz da hele seferden gelmeydi diye bu barədə bir dersin hazırlanmasında məsləhət bildim. Ona göre de biz bilək ki sefer dediğimiz bir iş əslində çətin bir işdir. Əslində çətin bir işdir. Hətta Allah'ın Resulü sallallahu aleyhi ve sellem zərurət olmadıqda səfərə çıxmağı icazəli bilməmişdi. Ona göre de ve demiştir ki Es-seyahatu el-cihad. Hadisi Ayşe radıyallahu anha rivayet eləyir. Seyahat yalnız cihadsındır. Yani hele səfərə çıxmayın məcbur olmadıqca. Çünkü seferde yorgunluk var. Çünkü seferde din işlerini yarımçıq etmek var. 4 rükatli namazlar 2 rükat kılınır. Orucu tutmayabilirsen 5 vaxtı namaz birleştirilir 3 vaxtı olur. Bunlar hamısı qusurdur. Kiçiltmədir. Allah'ın sadakasıdır. Her nedirse tamı değil. Tam üçün yani deməli səbəb olmalıdır ki bu naqisliyə. Deməli ona göre de səfərə çıxmaq zəruri hallarda lazımdır. Amma lazımdır. Çünkü səfərə çıxmaq insan psixologiyasında müəyyən dəyişiklik edir. Bu praktikada da belə özünü göstermiştir. Psixoloji kitablar da bunu gösterir. Ki hem səfərə çıxdıqda insanın təcrübəsi artır. Yani insanları tanıyır, yolları bilir, adət-ənənələri öğrenir. İkinci tərəfi özündəki stresi atır. Çünkü aylarla yığılmış eyni gördüğün təkrar həyat, hətta sevdiklərin olsa belə, hətta ailə üzvlərin olsa belə, təkrar eyni insanları çox gördükdə beyində avtomatik adət halı yaranır. Ki yani buna adət etmisən. Artıq aradaki o qığılcım, sevgi yavaş yavaş ona mənfi təsir edebilir. Ona göre de arada bir ayrılıb məsafədən sonra yeniden qovuşmağın bir
o hərarəti, onun o sevinci, onun o ıstırabı, sevgiləri yenidən bərpa edir və hər şey öz qaydasına qayıdır. Ona görə də insan psixologiyasında bəzən səfərə çıxmaq insan həyatında bax bu cür dəyişiklik edir ki, insanın sevdiklərinə qarşı olan münasibəti daha da artır, küsülü olduğu adama qarşı olan küsülülüyü itir, çünki ondan ayrıldığı üçün onun dəyərini anlayır və ona görə də küstüyü səbəblərin nə qədər cılız olduğunu hiss edir. Hele o səbəbdəndir qiyamət günü hər kəs bir-birini bağışlayacaq. Çünki uzun məsafədə bir-birini görməmişdirlər. Və insan da uzun məsafə bir-birini görmədikdə artıq istər-istəməz nifrət yox, sevgi oyanır. Necə ki, biz bəzən sevmədiyimiz birisi belə dünyasını dəyişəndə anında nifrətimiz sonlanır. Çünki ona qarşı yumuşalırıq ki, artıq o böyük bir fəlakətin başlanğıcına başlayıb. Ona görə də bəzən ayrılıqlar insan həyatında, insan həyatının dəyərli insanlarının, dəyərli əşyalarının, dəyərli hallarının qiymətini insana bildirir. Ona görə də bəzən səfərə çıxmaq gözəldir. Həm də insan səfərdə özünü də tanıyır. Öz gücünü bilir, öz məharətini, zəif tərəflərini bilir və özünü düzəldir. Ona görə də ara bir səfərə çıxmaq tövsiyə olunur. Səfərlərin də ən gözəllərindəndir ki, çoxdan görmədiyin qohum münasibətlərini qaldırmaq üçün, onun üçün səfərə çıxmaq kimi və yaxud da ki, Allahın sənə əmr etdiyi səfərə çıxmaq. Ki, Allahın sənə əmr etdiyi səfərə çıxmaq həm dediyimiz, saydığımız faydaları vardır ki, sənə təcrübə verir, stres səndən gedir və özünü tanıyırsan və üstə gəl, bu səfər sənin üçün həm də ibadətdir. Necə ki, Ali İmran surəsi 97-ci ayənin bir hissəsində Allah Subhanahu taala buyurmuşdur ki, Əuzu billahi mineşşeytanirracim. وَلِلَّهِ عَلَى النَّاسِ حِجُّ الْبَيْتِ مَنْ اِسْتَطَاعَ إِلَيْهِ سَبِيلًا. Sizdən kimin gücü yetərsə, ildə həcc ziyarətinə getsin. Deməli, ildə bir dəfə səfərə çıx. Get həcc ziyarətinə. Allahın Resulü sallallahu aleyhi və səlləm buyurmuşdur ki, Əl-umratu illəl-umrati kəffəratun limə beynəhumə. Bu ömrədən digər ömrə arasındakı məsafə sənin günahlarının kəffarəsidir. Yəni, ömrə ziyarətinə getdinsə, keçən ömrə ilə bu ömrənin arasındakı etdiyin günahlar səndən bağışlanılmışdı. Deməli, Allah Subhanahu taala bu şansı öz quluna vermişdi. Nə səbəbilə? Ömrə səfəri ziyarəti ilə. Deməli, səfərlərin içində ən gözəl səfərdir ki, Allah üçün səfərə çıxasan. Allah üçün səfərə çıxmaq da ya həcc ziyarətidir, ya ömrə ziyarətidir, ya cihaddır, ya elm almaq üçün səfərə çıxmaqdır. Deməli, bunlar zəruri səfərlərdir. Allah qorusun və yaxud da ki, biri səfərə çıxır, həkimə gedir. Bax, bunlar zəruri səfərlər sayılır. Deməli, həccə getmək, ömrəyə getmək, elm almaq üçün səfərə çıxmaq, peşə öyrənmək üçün və bunlar üçün getmək icazəlidir və gözəldir, həm də ibadətdəndir. Deməli, sənin həm bu səfərə görə təcrübələrindən əlavə Allah səni bağışlayacağına söz verir, təmizləyəcəyinə söz verir. Və ona görə də Allahın Resulü sallallahu aleyhi və səlləm buyurmuşdur ki,
bu səfər ilə o səfərin arası sənin günahlarının bağışlanmasına vəsilədir. Ona görə dəyərli insanlar, Allah bütün sevənlərə həc və ömrə ziyarətlərinin qismət eləsin. Çünki nə gözəl səfərdir, orada fərqli müsəlmanları görürsən. Dillərini bilsən, dillərində danışırsan. Dillərini bilməsən, İslam terminləri elə terminlərdir ki, insan halalı, haramı, ibadəti, cənnəti, cəhənnəmi bir-birinə başa sala bilir. Çünki İslamın da ortaq bir dili vardır. Ortaq dili namazdır. Hamısı, bütün millət, bütün dünya xalqları bir dildə namaz qılır. Və hamımız bilirik ki, bu ibadət edir. Duası da bilinir, ibadəti də bilinir. Yəni, bütün bunlar səfərin gözəllikləridir ki, insan fərqli müsəlman qardaş və bacılarını görür və bəziləri ilə tanış olur və söhbət edir və öz gözəl ölkəndən ona xəbər verirsən, o öz ölkəsindən sənə xəbər verir. Bax, beləcə müsəlmanların bir-birinə qaynayıb qarışması və bir-birini sevməsi və bir-birinin dərdlərinə yanması bu səfərin ən gözəlliyidir. Hələ buna görə də Rəbbimiz müsəlmanları ildə bir dəfə həc ziyarətinə və ömrə ziyarətinə, ya ömrə ildə bir dəfə deyil, il boyu vardır. Yəni imkanı olanlar üçün. Bax, bunlarda insana veriləcək faydalar həm insanın öz müsəlman bacı qardaşlarının halını bilməsi və onlara ya sevinməsi, ya kədərlənməsi və yaxud da ki, yaşadığı özündə olan stresi bax bu yollarla özündən artması və müsəlman ölkələrini tanıması və beləliklə də öz evinə, yurduna qayıdarkən bir var dar düşüncəli bir insan, bir də var obyektiv düşüncəli bir insan. Yəni hər şeyə obyektiv baxa bilən, adətləri bilən, ənənələri bilən birisi kimi dönmək nə gözəldir. Ona görə də dəyərli insanlar, Allaha dua edək ki, Allah hər sevənə gözəl səfərlər nəsib etsin. Gözəl səfərlər. Baxın, hər şeydə say şərtdir. Dəyərli insanlar, bəzi insanlar vardır ki, hətta səfərin belə zayını çıxardır. Misal üçün, ən vacib olan səfərlər ki vardır, həc kimi ziyarət və yaxud da ki, müstəhəb olan səfərlər vardır, ömrə kimi ziyarət, insan vardır ki, bunun belə zayını çıxartmışdı. Yəni, artıq bu ibadət deyil, adət kimi və yaxud da ki, zövq kimi, maraq kimi və yaxud da ki, başqa səbəblər kimi artıq əsli mahiyyəti itirir. Ona görə də hər kəsdən tövsiyə olunur. Səfər məsələsində hökmləri öyrənsin. Qaydaları bilsin ki və görsə ki, səfər ona zərər verir, heç bəlkə də o səfərə getməsin daha. Çünki əgər zərər verirsə, əgər sənin imanını aşağı salırsa, bilginən ki, ya o səfərin əsli mahiyyətini anlamamısan və yaxud da ki, sən ələ ona hazır deyilsən. Gedib özünü daha da zayi etmə. Ona görə də səfərə çıxarkən Allaha dua etmək lazımdır ki, Allah o səfəri sənin üçün faydalı etsin. Misal üçün, səfərə çıxmısan bir qohumunu ziyarətinə. Ora gedərkən onu ziyarət edib, onun halını bilib, öz halını ona demək kimi hallardan danışmaq lazımdır. Daha ora getdikdə, daha qeybət olacaqsa, iftiralar olacaqsa, daha nifrəti artıracaqsansa, bu səfər nəyə lazım? Ona görə də Allahın Rəsulü sallallahu aleyhi və səlləm hər səfəri icazəli bilməmişdi. Hər səfəri icazəli bilməmişdi və hətta çox səfəri belə icazəli bilməmişdi. Ona görə də, çünki bir şey çox olanda onun dadı qaçır. Dadı qaçdıqdan sonra isə artıq o səfər xeyirdən çox sənə zərər verməyə başlayır. Ona görə də Allah hər bir müsəlmana getdiyi yollarda
ona günahlarını bağışlatdıracaq, onu cənnət dərəcəsində ən yüksək dərəcələrə qaldıracaq səfərləri qismət eləsin. Gedənlər də bunu Allaha dua eləsin, bu adı ilə getsin. Belə dəyərli müsəlmanlar, inşallah ki artıq bundan sonra dərslərimiz davam edəcək. Allah Subhanahu taala bizə faydalı görüşlər qismət eləsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.